Və sonra müəllif keçir ikinci əsasa, ikinci təmələ, övladların tərbiyəsində. Və bu da sağlam inancın və imanın övladlarda aşılanmasıdır. Onların qəlblərində yerləşdirilməsidir. Çox mühüm məsələdir. İnsan, valideyn övladlarına doğru düzgün inancı, əqidəni, etiqadı və həmçinin imanı onlara aşılamalıdır. Onların qəlbində yerləşdirməlidir. Fikir verirsiniz, nə zamandan onlar körpəliyindən onlarda bu məsələni diqqətə almalıdır. Çünki bu məsələ əsas və önəmli məsələlərdən biridir. İnsanın əqidəsi, inancı və imanı əsas təməldir. Nə üçün? Çünki digər bütün əməllər bu iki əsas təməlin üzərində qurulur. Düzgün inancın və imanın üzərində qurulur. Və ona görə də əgər insanın iki əsas təməli, əqidəsi, inancı, imanı sağlam olarsa və onun nəticəsi də gözəl olar və həmçinin bəhrəsi olar, xeyirli bəhrəsi olar. Və bu çox mühüm məsələdir ki, insan mütləq olaraq, yəni etiqadı da, imanı da sağlam olduğu təqdirdə və nəticə etibarilə onun halı da gözəl olar və gələcəkdə onun üçün də bir xeyirli bəhrə olar. Din təməldir, əsasdır. Din əgər tövhid üzərində olmazsa, insanın inancı tövhid üzərində olmazsa, o zaman deyir, o heç bir zaman ona fayda verməz. Mütləq insanın əqidəsi sağlam inanc üzərində olmalıdır. Onun dini tövhid üzərində olmalıdır. Yəni tək olan Allaha iman gətirməlidir və ona heç bir şey şərik qoşmamalıdır.